etdiyiniz. Əla. Deməli, bugünkü mövzumuz təlim təşkilində istifadə olunan forma və üsullar. Bu həm maraqlı dərsdir və düşünürəm ki, elə bir çətin dərs deyil. Onlar bəlkə birdən uzun gələr sizə, amma elə uzun da deyil. Əgər uzun gəlsə, qısaca qeydlərinizi çıxardın, açar sözləri qeyd edin, yəni kifayət edəcəksə. Ümumiyyətlə, təlim təşkilində istifadə olunan forma və üsullar nədir? Formalar dedikdə, hansı ki, işin təşkil etmək üçün istifadə etdiyimiz formalar var. Bir də var ki, öyrənməni daha da yaxşı, keyfiyyətli etmək üçün hansı metodu, hansı üsulu seçsəm, uşaq daha yaxşı öyrənər. Bu zamanda biz istifadə edirik üsullardan. Və təbii ki də bu formaları seçdiyimiz zaman İlk növbədə fikir verdiyimiz məqamlardan biri uşaqların yaşının nəzərə alınmasıdır. Yəni, mən 1-3 yaşlı uşaqla eyni formanı istifadə edim. Hansı ki, deyirik ki, 1-3 yaşda əməkdaşlıq yoxdur. 3-6-da gedim, yenə eyni üsulu istifadə edim. Deməli ki, burada bir səhvlik olacaq. 1-3 yaşlı uşaqlar üçün istifadə etdiyimiz formalar hansılardır? 1-3 yaşlı uşaqlar üçün istifadə edirik biz fərdi və yarım qrup, eyni zamanda kollektiv formada da edə bilərik. 3-6 kollektiv yerinə birgə də gedə bilər. 3-6 yaşlı uşaqlar üçün isə biz fərdi, cütlərlə, qruplarla, kollektiv iş formalarından istifadə edirik. Fərdi iş forması nədir? Fərdi iş forması dedikdə ilk növbədə burada fərdi şəkildə uşağın tək başına işləməsi nəzərdə tutulur. Yəni, uşaq özü burada müstəqil şəkildə öyrənir, müstəqil işləyir. Deməli, hansı səriştə formalaşır? Müstəqil öyrənmə səriştəsi formalaşmağa başlayır və tək başına öyrənir. Bu forma ümumiyyətlə uşaqlarda müstəqil şəkildə tək başına işləmə bacarığının formalaşmasına müsbət təsir göstərsə də, həddindən artıq çox olması uşaqlarda asosiallıq yaradır. Çünki bu iş formasının mənfi tərəfləri hansılardır? Burada asosiallıq yaratmasıdır, əməkdaşlığın olmamasıdır, uşaqların bir-biri ilə ünsiyyət qurmamasıdır, eyni zamanda onların hansı ki, həddindən artıq çox olsa dedik asosiallıq yaranacaq və biz hər bir, məsələn, 10 dəqiqə, 15 dəqiqə ərzində məşğələ keçiriksə, hər bir uşağa fərdi yanaşdığımızda vaxt çatışmamazlığı yaranır. Ona görə vaxt çatışmamazlığı da bu iş formasının ən mənfi tərəflərindən biridir. Bəs bu iş formasında biz vaxt çatışmamazlığının qarşısını nə ilə ala bilərik? Bu zaman bizə kömək edəcək yarım qruplar. Yarım qruplar da yenə kiçik yaş qruplarında istifadə olunur. Sadəcə burada nəinki bayaq tərbiyəçi müəllim bir uşağa baxırdısa, fərdi şəkildə biri ilə məşğul olurdusa, amma artıq yarım qrup olduqda bir tapşırığı ikisi işləyir. Lakin eyni masada əyləşsələr də, cütə bənzəsələr də bir-birlərlə əməkdaşlıq qurmurlar. Yəni, yan-yana əyləşmə olsa da, eyni mühit olsa da, burada əməkdaşlıq yoxdur və aiddir kiçik yaş qruplarına. Sadəcə nəyə kömək edir? Vaxt çatışmamazlığının qarşısını alır. Növbəti iş formamız artıq orta qrupdan etibarən biz istifadə edirik cütlərlə iş formasından. Cütlərlə iş forması dedikdə artıq burada iki uşağın yan-yana əyləşməsi, problemin həllində bir-biri ilə əməkdaşlıq etməsi, bir-birinə kömək göstərməsidir. Deməli, biri-birinə öyrətmə görsək, götürürük cütlərlə iş forması. Biri-birinə kömək, cütlərlə iş forması. Ən yaxın əməkdaşlıq, cütlərlə iş forması. Bir-birinə rəy vermə, biri-birinə fikir vermə, bu da aiddir cütlərlə iş formasına. Və eyni zamanda biri-birinin qarşısında öz məsuliyyətini dərk edir. Yəni, o digər uşaq kömək edirsə, artıq onunla əyləşən digər cütdə ona başlayır kömək etməyə, öz məsuliyyətlərini dərk edirlər. Bundan əlavə, cütlərlə iş formasında hansı ki, məsələn, iki uşaq yan-yana əyləşir deyə, bu zaman uşaqların əyləşən zaman diqqət etməliyik. Hansı ki, ola bilər ki, qrupda konfliktli, yəni bir-biri ilə münasibəti pis olan uşaqlar olsun, bir-biri ilə mehriban olmayan uşaqlar. Onları birgə oturtdurmaq, əyləşdirmək olmaz. Ancaq, məsələn, ancaq iki zəifi oturtursaq, iki güclünü əyləşdirsək, görəcəyik ki, zəif orada zəif qalıb. Ona görə də güclü, zəif, yəni dərəcələrə baxırıq. Məsələn, güclü ilə zəif oturtura bilərik və yaxud da ortanı oturtura bilərik. Yəni, onları seçim edirik və bu daimi davam etmir. Bunu daim qarışdırırıq. Yəni, hər zaman eyni formada istifadə etmirik. Bir də asosialla sosial uşağın əyləşdirilməsi ki, sosial uşaq asosialı danışdırsın, onu sosiallaşdırsın, əməkdaşlıq qursun. Bu baxımdan sosialla asosialı da birlikdə əyləşdirə bilərik. Növbəti qruplarla işdir. Qruplarla işdə artıq 3-4 nəfərdən ibarət olur. Yəni, bir masada 3-4 nəfər birgə əyləşir, problemi birlikdə həll edirlər, birgə müzakirə gedir burada və burada yaxın əməkdaşlıq özünü göstərir. Bu iş formasında uşaqlar müxtəlif ideyaları irəli sürürlər və müstəqil şəkildə ideyaları irəli sürür. Hansı ki, desəm müstəqil öyrənmə, deyəcəksiniz fərdi. Desəm müstəqil ideyalar, müstəqil fikir demək aiddir
qrupa. Qrupda lider seçilir. Lider orada qərar qəbul etmə səriştəsində formalaşır uşaqlarda. Artıq onlar fikirlərini cəmləyib sonda qərar qəbul edirlər. Eyni zamanda bu iş formasının mənfi tərəflərindən biri, biz bilmirik ki, qrupa kim nə qədər töhfə verdi. Məsələn, deyək ki, qrupda Aysel hansı fikirləri Aysel dedi, hansılarda Aysel kömək etdi, biz artıq bunları görə bilmirik. Burada artıq biz qalırıq, qrupa kimin nə qədər dəstək olduğunu bilə bilmirik. Bu da qruplarla iş formasının mənfi tərəflərindən biridir. Kollektiv iş forması isə burada kollektiv, yəni birgə şəkildə əməkdaşlıq özünü göstərir. Burada kollektiv iş formasında diferensiallıq var. Diferensiallıq desəm ki, hansında oldu? Deyəcəksiniz kollektiv iş formasında. Bəs diferensiallıq burada özünü necə göstərir? Məsələn, sual ünvanlayıram uşağa. Ola bilər ki, o zəif uşaq olsun və yaxud da elə uşaq var ki, çox tələsir, amma tələsdiyi halda düzgün cavab verə bilmir. Bu zaman biz nəyi nəzərə alırıq? 1 dəqiqə, yəni maksimum 1 dəqiqə gözləmə vaxtı verməliyik. Düşünsün, səbirli olsun. Əgər tez cavab verən uşaqdırsa, fikrini dəqiqləşdirəcək, səbirli olacaq, bizə düzgün cavabı verəcək. Eyni zamanda zəif uşaqdırsa, o düşünəcək, o cavabı tapıb bizə verəcək. Burada artıq biz nə edirik uşaqlara? Diferensial yanaşdıq. Bundan sonra belə yadınızda saxlaya bilərsiniz. Kollektiv bərabərdir kommunikativ. KK. Kommunikativ də ünsiyyətdir. Kollektiv iş formasında kommunikativ belə deyim, bacarıqlar da formalaşır. Növbəti keçək mövzumuz, yəni daha doğrusu hissəmiz iş üsullarıdır. İş üsulları dedikdə 1-3 yaş uşaqlar ümumiyyətlə bu dövr uşaqların hələ təzə bağçaya gəldikləri, adaptasiya olduqları, hələ heç məşğələ nədir bilmədikləri, bağça qayda qanunları ilə yeni tanış olduqları bir dövrdür və bu dövrdə biz məşğələ keçdiyimiz zaman sanki uşaqlarla oyun oynayırıq. Buna görə də bu zaman istifadə edirik biz oyunlarla iş üsullarından. Uşaqları oyuna dəvət edirik. Onlar elə zənn edirlər ki, onlar oyun oynayırlar, amma əslində biz öz məşğələmizdə keçmiş oluruq. Artıq il sonunda görürük ki, bu oyunlar artıq məşğələ sözündən əvəzlənir. Hansı ki, biz məşğələ də dedikdə uşaq gəlir, əyləşir, öyrənir. Deməli, biz istifadə edirik 1-3 yaş uşaqlar üçün sujetli rollu oyunlardan, hərəkətli oyunlardan, bir də didaktik oyunlardan. Sujetli rollu oyunlar nədir? Hansı ki, bugün mövzumuz idi, sujetli rollu oyunlar güşəsi. Deməli, dünyanı başqasının gözündən görmək, başqasının rolunu canlandırmaq, hansı ki, təqlid etmək, imitasiya etmək bu iş üsulunun açar sözləridir. Hansı güşəyə aiddir? Sujetli rollu oyunlar güşəsinə. Nə formalaşır uşaqlarda? Estetik, yaradıcı inkişaf sahəsi formalaşır. Hansı səriştə formalaşmağa başlayır? Yaradıcılıq səriştəsi başlayır, amma deyənmərəm tam bu şəkildə formalaşıb. Yəni, hələ burada təxəyyüldür, psixi proseslərdən yaradıcılıq yavaş-yavaş başlayır formalaşmağa. Təkanı buradan başlayırıq verməyə. Eyni zamanda uşaqların həyatları ilə də əlaqələndirə bilirik. Hansı ki, burada imitasiya dedim. İmitasiya təqlid etmək deməkdir. Yəni, tərbiyəçi müəllimi təkrar edirlər. Onun hərəkətləri ola bilər, sözləri ola bilər. Amma burada sujet olsa da kompozisiya yoxdur. Deməli, burada sujet var, amma kompozisiya yoxdur. Bu nə deməkdir? Yəni, burada məsələn, uzun bir hərəkəti təqlid edə bilməzlər. Məsələn, həkim oynayırlar, deyim, geniş şəkildə orada xəstəni yoxlasın, onu müalicə etsin, belə olmayacaq. Sadəcə onun bir neçə sözünü deyə bilər və yaxud da bir neçə hərəkətini təkrar edə bilər. Yəni, burada geniş şəkildə kompozisiya özəksini göstərmir. Növbəti hərəkətli oyunlardır. Hərəkətli oyunlar dedikdə, burada sadə məzmunlu hərəkətlərin uşaqlara öyrədilməsi, ikinci, kiçik motorika və böyük motorika bacarığının formalaşmasıdır. Lakin bunun digər iş üsullarından bir fərqi var. Birincisi, burada uşaqlar 2 qrupa bölünür. Amma bu demək deyil, biz onları 2 qrupa bölürük, nəsə onlara məşğul oluruq. Xeyr. Biz birinci qrupu öyrədirik hərəkətləri, sonra birinci qrup bitirdikdən sonra keçirik ikinci qrupa. İkinci qrupla, yəni 7-8 olaraq bölürük uşaqları. Birinci 7-sini öyrətdim, sonra keçirəm 8-ini öyrədirəm. Desək ki, hansı iş üsuludur ki, orada tərbiyəçi müəllim uşaqları qruplara bölərək öyrədir, sonra onlarla birgə məşğul olur. Deməli, söhbət gedir hərəkətli oyunlardan. Bəlkə deyə bilər ki, uşaqlara sadə hərəkətləri öyrədir tərbiyəçi müəllim, mütəhərrik oyunlarda razılaşmayın. Çünki mütəhərrik oyun çətin oyundur. Bizə lazımdır hərəkətli oyunlar. Növbəti oyunumuz didaktik oyunlardır. Didaktik sözünün mənasını bilirsiniz, öyrədici deməkdir. Hansı ki, biz öyrədici məşğələlərimiz ola bilər ətraf aləm olsun, ola bilər sensor tərbiyə məşğələsi olsun. Bu tipli məşğələlərimizdə istifadə edirik. Bu zaman biz oyuncaqlardan istifadə edirik. Bilirik ki, oyuncaqlar daha çox kəşf edirlər, öyrənirlər. Eyni zamanda, məsələn, stolüstü çap oyunlar, məsələn, kartlar ola bilər, meyvə kartları. Hansı ki, bayaqda testlərdə görmüşdük. Məsələn, 3 kart düzür, deyir, indi deyək ki, tərəvəz olanı seç, meyvə olanı seç. Bu qaydada seçmə edə bilərsiniz.
bilər və yaxud da qırmızı olanı seç. Yəni çox sadə şəkildə burada kartlardan istifadə edərək uşaqları öyrədirik. Burada da uşaqlarda qavrayış inkişaf edir, təfəkkürün inkişafına artıq təkan veririk qavrayışın inkişafı ilə. Növbəti olaraq 3-6 yaşlı uşaqlar üçün istifadə etdiyimiz iş üsullarımızdır. 3-6 yaşlı uşaqlar üçün istifadə edirik biz ilk növbədə əqli hücum. Əqli hücum necə təşkil olunur? Əqli hücum məşğələnin motivasiya mərhələsinə aiddir. Hansı ki, açar söz kimi qeyd edə bilərsiniz. Əqli hücum bərabərdir motivasiya mərhələsi, ilk açar sözümüz. İkinci olaraq burada tərbiyəçi müəllim uşaqlara bir problemli situasiya yaranır. Deməli, ikinci açar sözümüz problemli situasiyanın yaranması. Üçüncü açar söz olaraq qeyd edirik ki, burada tərbiyəçi müəllim problemli situasiyanı yaratdıqdan sonra uşaqlar başlayırlar ideyalar irəli sürməyə. Tərbiyəçi müəllim bu ideyaları toplayır, ancaq heç kəsi mühakimə etmir. Və yaxud da heç kəsə demir ki, afərin sən doğru dedin və yaxud da sən yanlış dedin. Bunun deməməyinin səbəbi də o istəyir ki, növbəti ideyalar da gəlsin. Əgər kiməsə afərin desə, uşağın fikri qalar o afərinin yanında. Və yaxud da kimisə mühakimə etsə ki, sən yanlış deyirsən, o da pis olacaq, növbəti ideyanı irəli sürməyəcək. Deməli, birinci açar söz oldu motivasiya, ikinci oldu problemli situasiya, üçüncü ideyaların toplanması, ideyaların yığılması, hansı ki bir ağac düşünün, üstündə rəngarəng yarpaqlar, yəni ideyalar. İdeyalar toplayır, mühakimə etmir, afərin demir və uşaqlara deməli ideyaların gəlməsini istəyirsə nəyi formalaşır? Uşağın beyni yeni ideyanı yaradır. Deməli formalaşdırır uşaqda yaradıcılıq səriştəsini. Başlayır burada artıq yaradıcılıq səriştəsi formalaşmağa. Və uşaqlarda yaradıcılıq bacarıqları formalaşır. Sonda isə artıq tərbiyəçi müəllim bir müzakirə təşkil edir. Doğru ideyalar elə ki ağacın yarpağında öz əksini göstərir. Bu zaman artıq uşaqlar bilir ki, onların dediklərindən hansılar doğru idi, hansılar yanlış idi. Yanlışlar ağacın üzərində yoxdur. Hər uşaq artıq özünü başa düşür, öz fikrini başa düşür. Yenə də burada bir mühakimə olmadı. Bunu nə cür? Məsələn, testdə görə bilərsiniz ki, beynin içində müxtəlif deyək ki, suallar çıxarır və yaxud da müxtəlif əşyalar ola bilər. Yəni müxtəlif ideyalar mənasında. Ağacın rəngarəng yarpaqları deyir ki, hansı iş üsuludur? Tez götürün, əqli hücum. Əqli hücuma aid şəkillərdir. Növbəti iş üsulumuz tap-tapmacadır. Tap-tapmaca iş üsulu ümumiyyətlə burada ilk açar sözümüz şəklin görünməyən üzü. Deməli, şəklin görünməyən üzü, daha doğrusu şəklin görünməyən üzü uşaqlara tərəf asılır. Hansı ki, uşaqlar burada şəkli görmürlər və tərbiyəçi müəllim burada yönəldici sözlərdən istifadə edir. Deyək ki, orada şəkildə əksini tapıb qış fəsli. Başlayır o qışa aid sözlər deməyə. Ağdır, ağacların yarpaqları yoxdur, hər tərəf ağappaq olub, qardan adam düzəldirik və yaxud belə yönəldici sözlərdən istifadə edir. Və sonda uşaqlar tapdıqdan sonra, hansı ki, açar söz elə açar sözdür, açar sözü dedikdə uşaqlar tərbiyəçi müəllim şəkli çevirir. Şəkli çevirəndə uşaqlar həmin o tapdıqlarını görürlər. Ancaq şəkil elə olmalıdır ki, oradakı yönəldici sözlər də həmin şəkildə öz əksini tapsın. Yəni, hansı ki sözlər demişdi, onlar da orada olsun ki, uşağın yaddaşında daha asan qalsın. Deməli, şəklin görünməyən özü asıldı, yönəldici sözlərdən istifadə edildi, açar söz elə açar sözdür və uşaqlar burada tapırlar həmin o gizlənmiş hissəni. Və burada uşaqlarda yüksək idrak fəallığı yaradır. Yüksək şəkildə idrak fəallığı yaranır. Çünki onlar axtarırlar. Hansı orada bir işgüzar səs-küy baş verir, başlayırlar onları axtarmağa, sözlərini deməyə. Növbəti isə naql etmədir. Naql etmə ümumiyyətlə ilk növbədə naql etmə zamanı tərbiyəçi müəllimin nitqi vacibdir. Tərbiyəçi müəllimin nitqi canlı, gözəl, aydın olmalıdır, səlisli olmalıdır. Uşaqlar onu başa düşə bilsinlər. Və uşaqlar əgər tərbiyəçi müəllimin nitqi gözəldirsə, deməli nə edəcək? Qarşıdakı uşaqlar onları dinləyəcək. Deməli, nəql etmə nə edir? İlk növbədə dinləmə bacarığı formalaşdırır. Dinlədikdən sonra artıq onlar danışacaqlar, yadlarında qalanı. Bu zaman nağıl etmə bacarığı. Nəql etmə, birinci açar söz dinləmə, ikinci nağıl etmə bacarığı formalaşır. Burada ardıcıllıq qorunmalıdır. Nağılın gedişatında desəm ki, birinci nağılın başlığını danışıram, sonra keçirəm sonuna, sonra qayıdıram ortaya. Uşaq bunu diqqətlə dinlədiyi zaman deyir ki, məsələn, bu hissəni ötürdün. Deməli, burada ardıcıllıq qorunmalıdır və ardıcıllıq qorunmasa artıq o nağıl, belə deyim, öz gözəlliyini itirər və uşağın diqqətini cəlb etməz. Nağıl etmə zamanı ümumiyyətlə məzmun və mövzu bir-birini zənginləşdirir. Hansı ki, zənginləşmə sözü gördünüz, məzmun və mövzunun bir-birini zənginləşdirməsi, bu zaman götürürsünüz nağıl etmə iş üsulu.
Nağıl etmə zamanı dedik ki, məsələn, görə bilərsiniz tərbiyəçi müəllim uşaqları ətrafına toplayıb, onlara birgə məsələn kitab oxuyur, nağıl oxuyur, uşaqlar dinləyir, sonra artıq onlar nağıl edirlər, danışırlar. Bunlar isə aid olacaq nəql etmə iş üsuluna. Bunu da istifadə edə bilərsiniz. Məsələn, bədi təfəkkür məşğələsində də istifadə etmək olar. Növbəti olaraq qeyd edirik müzakirə. Müzakirə nədir? Ümumiyyətlə, müzakirə ilə biraz əqli hücum bir-birinə oxşuyur. Gəlin əvvəlcə müzakirədən danışım, sonra onların fərqini qeyd edim. Müzakirə dedikdə, burada tərbiyəçi müəllim ilk növbədə uşaqları 2 qrupa bölür. Ancaq hərəkətli oyunda olduğu kimi deyil, birinci onları öyrədim, sonra bunları. Elə bir qarşı-qarşıya uşaqların 2 hissəyə bölür. Birinci qrup, ikinci qrup. Sonra bir proaktiv sual verir. Proaktiv sual nə deməkdir? Mübahisəli sual. Yəni, elə bir sualdır ki, bu sualın həllini tapmaq biraz çətindir. Uşaqlar bir-birinə mübahisə edir bu sualı tapdıqları zaman. Və məsələn, deyək ki, oğurluq yaxşı bir şeydirmi və yaxud da deyək, daha çətin bir sual. Və başlayır birinci qrupla ikinci qrup arasında ideya mübadiləsi. Hansı ki, ideyanı eşitmişdiniz əqli hücumda da. Ancaq burada ideya mübadiləsi, yəni qarşı tərəf digər tərəfə ideyalar göndərir. Onların ideyası ilə razılaşmayan digər tərəf, digər qrup, əvvəlki qrupa yenə öz ideyasını göndərir. Deməli, harada ideya mübadiləsi, fikir mübadiləsi gördük, aid oldu müzakirə. Proaktiv sual, yəni çətin tipli, mübahisə doğuran, arqumentlər irəli sürə biləcək suallar deməkdir. Mübahisəli sualdır və bu zaman uşaqlar arqument gətirir. Hansı ki, növbəti açar söz kimi arqumenti də qeyd edə bilərsiniz. Arqument gətirməsi, yəni öz fikrini sübut edir. Yəni, mənim fikrim doğrudur, mənim qrupumun dediyi doğrudur. Bu zaman artıq öz fikirlərini sübut etməyə çalışırlar. Sonra isə doğru qərar qəbul edilir. Deməli, oldu burada qərar qəbul etmə və düzgün qərar qəbul edildikdən sonra artıq doğru qərar olaraq o seçilir və digər qrup hansı ki, səhv demişsə, artıq o səhvini də başa düşürlər ki, nəyə görə idi. Məsələn, burada deməli açar söz kimi eyni zamanda arqument dediyim üçün, sübut dediyim üçün uşaqlarda ilk növbədə uşaq həmin mövzunu dərk edir ki, o mübahisə edə bilir, o sübut edə bilir öz fikrini. Deməli, tənqidi təfəkkür formalaşır. Deməli, ideyaların toplanması, ideyaların mübadiləsi, fikir mübadiləsi, qarşılıqlı mübadilə, tənqidi təfəkkür səriştəsinin formalaşması, proaktiv suallar, mübahisəli suallar, sonra arqument gətirilməsi, qərar qəbul etmə səriştəsinin formalaşması, bunlar 2 qrupa bölünmə, bunlar aiddir müzakirə üsuluna. Bəs ideyanı biz əqli hücumda da gördük. Burada da ideya var. Hansı ki, burada gördünüz, ideya mübadiləsi idi. Yəni, qarşılıqlı şəkildə ideya, fikir mübadiləsi gedirdi. Ancaq digərində isə orada sadəcə tərbiyəçi müəllim ideyaları toplayırdı, amma mühakimə etmirdi. Toplayırsa, mühakimə edilmirsə, deməli, aiddir əqli hücum. Ancaq fikir mübadiləsi, ideya mübadiləsi gedirsə, müzakirəyə aiddir. Növbəti isə şaxələndirmə. Şaxələndirmənin digər adı klasterdir. Məktəbə hazırlıq qrupları üçün daha da aktivdir. Yəni, məktəbə hazırlıq uşaqları bunu daha da yaxşı bacarırlar. Burada isə açar söz olaraq şəklin görünən üzü. Şəklin görünən üzü asılır, ətrafında isə ona aid olan və olmayan şəkillər asılır. Məsələn, deyək ki, ortada bir meyvə səbəti var. Meyvələr də var, tərəvəzlər də. Biz ora ancaq meyvələri yığa bilərik. Deməli, ancaq gəlib hazır cavab, adekvat yönümlü uşaqlar gəlib tez-tez onu birləşdirəcəklər meyvələri. Deməli, şəklin görünən üzü asıldı. Kənarında ona aid olan olmayanlar və burada uşaqlar gəlir, birləşdirirlər ortadakına və burada artıq ümumiləşdirirlər ki, deməli, meyvələr nə oldu? Ümumiləşdirmə bacarığı oldu uşaqlarda, qruplaşdırma bacarığı oldu, məktəbə hazırlıq qrupundadır. Hazır cavab uşaqlar bunu daha yaxşı bacarır, adekvat yönümlü hazır cavab uşaqlar daha da yaxşı bacarır klasteri. Növbəti olaraq problemli vəziyyətdir. Problemli vəziyyət dedikdə burada da uşaqlarda təhlil etmə, ümumiləşdirmə, tənqidi təfəkkür formalaşır. Bəs bu necə olur? Deməli, burada tərbiyəçi müəllim uşaqları 4-5 nəfərlik qruplara bölür. Fikir verdiniz, müzakirədə 2 qrup idi. Amma burada 4-5 nəfərlik qruplara bölüb, hər qrupa problemli bir vəziyyət, işçi vərəqi verirəm. Problemi əks etdirən bir işçi vərəqləri. İkinci açar söz burada işçi vərəqinin olmasıdır. İşçi vərəqlərini verdikdən sonra artıq uşaqlar öz aralarında müzakirə aparırlar ki, görəsən bu problemi necə həll edə bilərik. Birgə işləyirlər, əməkdaşlıq edib həmin problemi həll edirlər birgə. Amma müzakirədə qarşılıqlı bir mübadilə gedirdi. Biri-birindən razı deyirdilər də. Onlar əks danışırlar və sonunda qərar qəbul edirlər. Ancaq burada birləşib, birlikdə müzakirə edirlər, bir-birini dinləyirlər, bir-birlərinə hörmət edirlər, o problemi həll edirlər. Problemi həll etdikdən sonra da tərbiyəçi müəllimə, belə deyim, həmin problemli vəziyyətin qərarını deyirlər ki, həlli yolunu
bildirirlər. Bu da hansı səriştə olacaq? Burada problemi həll etmə səriştəsi burada formalaşacaq. Növbəti olaraq qeyd edirəm, oyunlar, rollu oyunlar. Hansı ki mən sizə əvvəllərdə sujetli rollu oyunları qeyd etdim 1-3 yaşda. Amma rollu oyunlar dedikdə, burada artıq 3-6 yaş uşaqlar üçün aiddir. Deməli, burada sujetdə var, kompozisiyada var. Burada artıq uşaqlar imitasiya etmir, yalnız təqlid etmir. Geniş şəkildə kompozisiya, hətta öz təxəyyüllərini, öz yaradıcılıqlarını belə qata bilirlər gedişata. Burada artıq geniş şəkildə bir kompozisiya öz əksini göstərir digərinə fərqli olaraq. Qalan hər biri də ortaqdır. Yenə dünyanı başqasının gözündən görürlər, yenə də estetik yaradıcıdır, yenə də təxəyyül formalaşır. Növbəti isə suallardır. Suallar uşaqlarda idrak fəallığı yaradır. Amma bayaq demişdim, yüksək idraki fəallıq yaradırdı, tapmaca. Amma idrak fəallığı yaradır, suallar iş üsulu. Ümumiyyətlə, suallar dedikdə burada suallar məntiqi baxımdan bir-birindən bağlı olur. Açıq və qapalı olur, amma provokativ, yəni mübahisəli olmur. 3-5 olur, 4-5 olur, yəni çox olmur sayı, uşaqları yormuruq. Açıq necə olur? Məsələn, açıq sual, Azərbaycanın paytaxtı haradır? Deyəcək, Bakı. Bu açıq sualdır. Bir də var deyirəm ki, məsələn, Azərbaycanın paytaxtı Bakıdır, deyəcək, bəli ya da xeyr. Bu da oldu qapalı sual. Bu tərz açıq və qapalı suallara cavab verirlər. Yenə deyirəm, suallar məntiqi cəhətdən bir-biri ilə əlaqəli olur. Mövzu və məzmun bir-biri ilə əlaqəlidirsə, bu oldu suallar. Mövzu və məzmun bir-birini zənginləşmə görsək, olacaq nəql etmə. Və suallar bir-birindən bağlıdır. Burada yenə deyirəm, tərbiyəçi müəllim uşaqları çox yormur, idrakını fəallaşdırır, bir də mövzuya aid olur. Mövzudan kənara çıxmırıq artıq suallarda. Növbəti olaraq söz assosiasiyası. Söz assosiasiyasında isə artıq uşaqlarda ilk növbədə assosiativ düşünmə, yəni mücərrəd düşünmə formalaşır uşaqlarda. Yəni uşaqlar burada daha çox köhnə biliklərini də xatırlayırlar, ancaq yeni ilə müqayisə edirlər. Yəni hansı ki mən burada uşağın köhnə biliklərinə köklənirəm, onları soruşuram. Deyək ki, yeni bir mövzu keçirəm meyvələr haqqında. Əvvəlcə ondan soruşuram, hansı meyvələri tanıyır, əhəmiyyətini bilir, sonra yenilərini öyrədirəm. İndi əvvəl nələr bilirdim? İndi nələr öyrəndim? Başlayır müqayisəli qiymətləndirmə. Deməli, köhnə biliklərin yada salınması, assosiativ düşünmə, müqayisəli qiymətləndirmə aiddir söz assosiasiyasına. Hansı ki, burada artıq uşaqlar özlərini qiymətləndirir ki, mən əvvəl meyvələr haqqında bunları bilirdim, ancaq indi bunları da öyrənmişəm. Burada başlayır öz-özünü qiymətləndirmə prosesi baş verməyə. Hansı ki, burada daha çox mücərrədlikdə özünü göstərir, çünki beyində xəyal cəhətdən düşünmələr öz əksini göstərir. Bu da aid oldu bizim söz assosiasiyasına. İş üsullarımız, iş formalarımız bu qədər müəllimlər. Mövzu ilə bağlı